Bugün istəyirəm sizinlə remarketinqin nə olduğu haqqında biraz söhbət edim. Məsələn, təsəvvür edin ki, siz bir mağazaya daxil olursunuz və məhsullara baxırsınız, xoşladığınızı, bəyəndiyinizi axtarırsınız. Bu zaman sizə kimsə yaxınlaşır, deyir ki, sizə necə kömək edə bilərəm? Siz isə deyirsiniz ki, mən elə-belə baxıram. Baxın, bu müştəri yönündəndir və yaxud da sizin əgər mağazanız varsa, o cür müştərilərlə də qarşılaşa bilərsiniz. Bu sadəcə real mağazalarda deyil, həmçinin də rəqəmsal mağazalarınızda, yəni onlayn mağazalarınızda da belə olur, saytlarınızda da belə olur. Kimsə daxil olur saytınıza, orada məhsullarınızı nəzərdən keçirir, özünə uyğun olanı bəyənir, amma prosesi tam bitirmir. Yəni, məhsulu almadan saytınızı tərk edir və yaxud da səbətə atıb müəyyən mərhələdə ola bilər. Bu səbətə atır, tərk edir və yaxud bir neçə dəfə baxır, favoritlərini əkləyir, amma almır. Bu şəkildə ola bilər. Bu zaman remarketinq əhəmiyyət daşıyır. Məsələn, tutaq ki, özünüzdən düşünün, daxil olmuşsunuz Trendyol-a, bir ayaqqabıya baxırsınız, çıxırsınız. Bir müddət sonra Facebook'a girəndə həmin ayaqqabının reklamı qarşınıza çıxır, hətta sizə endirim də təklif edə bilərlər. Məsələn, bu məhsul 10% endirim, xüsusilə sizə özəl. Bu remarketinqin gücüdür. Remarketinq müştərilərin unutduğunu onlara bir növ xatırladır və müştərinin qərar verməsinə kömək edir. Əgər siz də onlayn mağaza sahibisinizsə və yaxud da tək onlayn mağaza yox, xidmətiniz ola bilər, xidmətinizi təklif edə bilərsiniz və yaxud tədbir təşkilatçısı ola bilərsiniz. Baxın, bu halda remarketinqdən istifadə edə bilərsiniz. Başqa bir nümunə verim. Mən daxil oluram iTicket saytına. Oradan hansısa bir konsertin, tamaşanın biletinə baxıram və onu əlavə edirəm. Səbətimə belə deyək, amma almıram. Yəni, prosesi tamamlamıram. Tam istədiyimi əldə etmirəm. Bundan sonra çıxdıqda mənim qarşıma əgər onun başqa bir reklamı çıxarsa, bu mənə kömək edir ki, mən istədiyimi əldə edim. Yenidən daxil oluram sayta, bəlkə yenə də baxıram, yenə də çıxıram. Bir dəfə də qarşıma çıxdığı zaman isə artıq qərar verirəm ki, mən bu məhsulu almalıyam. Yəni, remarketinq sizə kömək edir ki, saytınıza daxil olan, amma prosesi tamamlamayan müştərilərinizə yenidən məhsulunuzu göstərəsiniz, yenidən tanıdasınız və onların bu məhsul satın almağınızda satın almağına kömək etmiş olasınız. Belə.